Şəkər xəstəsiyəm. Şəhərə gedib dərmanı ala bilmirəm. Mən 2-3 kilometr gedib avtobusa çatınca halım dəyişir, evə zəng gəlib gəlin məni aparın, mən ki çata bilmədim marşrutda. Biləcəri qəsəbəsində illərdir avtobus xəttinin olmaması sakinlərin gününü qara edib. Söhbət Yeni Nurlu yaşayış massivinin Əkrəm Şadmanov küçəsindən gedir. Şikayətçilər qeyd edir ki, əvvəllər ərazidən 202 nömrəli avtobus xətti işləyirmiş. Lakin sonradan avtobuslar buradan qaçaq düşüb. Səbəbsə yolların asfaltsız olması olub. Amma indi asfalt var, avtobussa ərşə çəkilib. Sakinlər də məcbur olub yayda qızmar günün, qışda sel yağışın altında uzun məsafələr qət edərək dayanacaq axtarmalı olurlar. Nəzərə alsaq ki, hər kəsin sağlamlığı buna əl vermir, xəstə və yaşlı insanların halını siz düşünün. Bu halda da cəmaət qalır manatlıq adlanan taksilərin ümidinə. Əvvəllər marşrut gəlirdi 202, yol biraz bərbad olduğuna görə marşrut gəlmədi. Sağ olsunlar, gəldilər asfalt çəkdilər. Asfalt çəkəndən sonra bu 202 də gəlmədi. 2 kilometr yuxarı çıxırıq Binəqədi şossesinə, 1-2 kilometr yarımda Deska yolu deyirlər, ora gedirik. Biz ora gedənə qədər deməli arxadan millət minir 170-ə. 3-cü mikrorayona gedir, Əcəmi metrosunun yanına. Bizə yer olmur, çünki dolu gəlir. Şəraitdən narazı olan həm də məktəblilərdir. Valideynlər bildirir ki, uşaqlar dərsə vaxtında çatmaq üçün sübh tezdən yollara düşməli olurlar. Bu qədər əhali burada yaşayır, hamısı çox çətinliklə. Buradan deməli Astanofiyə getmək üçün 2 kilometr, 2 kilometr yarım, ya aşağıya düşmək üçün. Uşaq gedir, xəstə var, şikəst var. Çıxır saatlarla yol üzrə hərəkət edə bilmir. 3 ildən çoxdur biz görmürük avtobus. Kilometr, 2 kilometr piyada uşağı aparırsan. Bir uşaq gedə bilir, bir uşaq zəifdir. Qucağında aparmaqda təsəvvür edin ki, buradan 2 kilometr qucaqda uşaq aparmaq. Bunun qışı var, qarı var, yağışı var. Bu insanların bir arzusu var. Yaşadıkları ünvandan onları şəhərə çatdıran bir avtobus xətti fəaliyyətə buraxılsın. Biz də öz növbəmizdə sözü gedən məsələ ilə bağlı məsul qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Sorğumuzu cavablayan agentliyin mətbuat katibi bildirdi ki, sözü gedən ərazidə yol şəraiti 202 nömrəli marşrut xəttində fəaliyyət göstərən böyük tutumlu avtobusların təhlükəsiz hərəkət və manevr etməsi üçün əlverişli deyil. Eyni zamanda qeyd edək ki, Nurlu yaşayış massivini Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə əlaqələndirən 137 nömrəli marşrut xətti təşkil edilib, marşrut üzrə kişi tutumlu avtobuslar fəaliyyətini davam etdirir. Görünür sakinlərin ümidi 137 nömrəli marşrut xəttinə qalır. 202 nömrəli marşrut xəttinin bərpası isə hələlik mümkün görünmür. Zeynəb Rövşənqızı, Nəzrin Nəzərli, Hüseyn Bağırov, Real TV.